Başqalarının fikrindən asılı olmaq təhlükəlidir. Psixologiyada başqalarının təsdiqinə bağlılıq adlandırılan diaqnoz var. Bu psixi narahatlıqdan əziyyət çəkənlər öz dəyərini davamlı şəkildə başqalarının təsdiqi və rəyi ilə müəyyən eləyir. Mütəxəssislərin fikrincə, daim anlaşılmaq, təqdir olunmaq və ya bəyənilmək ehtiyacı zamanla psixoloji gərginliyi artırır. Araşdırmalar göstərib ki, bu cür insanlar daha çox stress, narahatlıq və emosional tükənmişlik yaşayırlar. Psixoloqlar bildirib ki, beynin mükafat sistemi sosial təsdiqi dopamin ifrazı ilə əlaqələndirir. Bu səbəbdən görülmək və ya diqqət mərkəzində olmaq ehtiyacı insanlarda qısa müddətli xoşbəxtlik hissi yaradır. Lakin zaman keçdikcə bu hal vərdişə çevrilərək insanı xarici rəylərdən asılı vəziyyətə sala bilir. Ekspertlər hesab edir ki, daxili təsdiq mexanizmi güclü olan insanlar psixoloji baxımdan daha dayanıqlı olur. Özünü qiymətləndirməyi bacaran şəxslər tənqid və rəylərdən daha az təsirlənir, mental rahatlığı qorumaqda çətinlik çəkmir.